həyatınızdan nigaransınızsa, bu videoya diqqətlə baxın. Bağışlayın, sizə kömək lazımdır? Xeyr, lazım deyil. Onda mən xahiş edim, mənə kömək edəsiniz, əgər mümkünsə. Nə baş verir? Yemək almaq istədim. Sən demə, pul qabını unutmuşam. Mənə biraz borc verə bilərsiniz? Mən sizə yalan demirəm. Otelə qayıdan kimi pulunuzu gətirərəm, hara desəniz. Yaxşı, əlimdən gələni edərəm. Haralısınız? Mən başqa əyalətdənəm. Səyahət edirəm. Daha çox rahat etdiniz? Bəli, yolda gedərkən sizi gördüm, bu yağışda necə gedirdiniz və yaxınlaşmağa qərar verdim. Xeyr, hər şey yaxşıdır. Mən səhər yağış hələ başlamazdan əvvəl çıxmışam. Mən sadəcə mangoları satmaq üçün bazara getməliyəm. Sizin çoxlu mangonuz var. Bu mangoları öz sahəmdə özüm yetişdirmişəm. Özünüz? Bəli, buyurun dadına baxın. Bağışlayın. Yox, heç nə olmaz, eybi yoxdur. Hər şey qaydasındadır. Həqiqətən də dadlıdır. Çox şirin mangodur. Kiloqram neçəyədir? 3,5 yuan. Bazar qiymətidir. Gündə bir araba mal satırsınız? Xeyr, təəssüf olsun ki, rəqabət yüksəkdir. Nadir hallarda bütün malı sata bilirəm. Siz məni yol kənarında saxlamısınız. Mən sizə manqonu piştaxtadan deyil, səkidən satıram. Ona görə də belə endirim var. Buyurun. Burada çoxdur, xahiş edirəm. Özünüzdə saxlayın. Amma bu mənə məxsus deyil. Götürün, xahiş edirəm, çox xahiş edirəm. Hava heç də yaxşı deyil, tam islanmısınız. Gəlin bunu bitirək. Yeganə xahişim odur ki, bunu mənim maşınıma qədər daşıya bilərsinizmi? Minnətdar olaram. Bəli, əlbəttə. Çətiri tutun, mən onsuz da islanmışam. Çox sağ olun. Artıq günortadır, bir sualım var. Bugün nahar etmisiniz? Yağış da kəsər. Mən çox narahatam. Geyimim münasib deyil. Hər şey qaydasındadır, siz mənimləsiniz. Bir sualım var, olar? Niyə belə ağır işdə işləyirsiniz? Ailə üzvləriniz nə ilə məşğuldur? Valideynlərim artıq qocadırlar. Təqaüdlə yaşamaq olmur. Mən də hamımızı təmin etmək üçün işləyirəm. Əlil olsam da bizi doyura bilirəm. Əlimdən gələni edirəm. Mən ailəm üçün yük deyil. Əksinə faydalı olmaq istəyirəm. Deyin görüm, sizin hansısa arzunuz, xəyalınız var? Bəli, var belə bir şey. Mən kifayət qədər əzab çəkmişəm. Və əgər ikinci dəfə həyata gəlmək